molla rejimi çökəcək sizcə yoxsa yox? İranda 4 variant gözlənilir. Biri o molla rejiminin çöküb daha ilğın, daha isti bir müsəlman mühitinin, İslam mühitinin təmsil etdiyi bir liderin hakimiyyətə gətirilməsi. İranda yəni kimsə gətirilə bilər, özü gələ bilməz ki, Şah ailəsinin, Pəhləvi Fars ailəsinin gətirilməsi. Xatırlayırsınızsa İran taxt tacında 1000-ci əsrdən 2000-ci əsrə qədər ancaq türklər hakimiyyətdə olublar. Qacarlar, Afşarlar və digərləri. Pəhləvini gətirən də İngilis kəşfiyyatı bu gün də İrana girmək istəyi ilə təbii ki, o Pəhləviləri gətirmək istəyir, Fars Pəhləviləri gətirmək istəyir hakimiyyətə. Üçüncü variant Kürd silahlıları və digər silahlıların ayağa qalxıb İranın parçalanması məsələsidir və İranın parçalanması məsələsi Pentaqonun təşkil etdiyi xəritədə də var. O xəritədə Cənubi Azərbaycan məsələsi də gündəmdədir. Dördüncü yanaşma həmin bu hakimiyyətin çox zəifləşmiş formatda hakimiyyətdə saxlanılmasıdır. Təbii ki, bizə ən çox sərf eləyən İranda normal demokratik bir dövlətin yaradılmasıdır. Demokratik dövlətin ki, sabah hər bir xalqın özünə, öz müstəqil gələcəyini seçmə imkanı yaradacaq. Bugünkü günə bu realdır ya yox? Bugünkü gün real deyil, amma gec-tez bu real olacaq. Biz sizlə bunu görəcəyik. Biz ola bilər görməyək, amma bizim uşaqlar bunu görəcəklər.